Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bildiyiniz kimi bu günləri MİQ müsahibə mərhələsi artıq başladı. Hər bir müsahibəyə gedəcək müəllimlərə uğur arzulayıram. Tarix müəllimlərimizin müsahibə mərhələsində bir neçə dünya görüş, ümumi kurikulum və psixoloji suallar verildiyi müsahibə sualları sizin diqqətinizə çatdıracağım. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda müsahibə mərhələsi üçün materiallar və icmallar hazır əldə etmək istəyirsinizsə 051 644 31 54 nömrəsinə yazaraq material və icmallarınızı yazdırıb müsahibə mərhələsini apara bilərsiniz. İlk sual belədir ki, 26 avqust nə günüdür? Deməli, 26 avqust Azərbaycanda Laçın şəhəri günü kimi qeyd olunur. 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan nəzarətinə keçib və 2023-cü il prezidentin sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi təsis olunubdur, təsis edilibdir. İkinci sualımız belədir. Valideyn aqressiv davranır, amma siz haqlısınız. Nə edərsiniz? İlk növbədə müəllim sakitliyin qorumalıdır, etik davranış qaydalarına əməl etməlidir. Valideynlə mübahisəyə girmək heç bir nəticə verməz. Onun narahatçılığını sona qədər dinləyib, biz əsasən faktlarla, pedaqoji yanaşma ilə vəziyyəti izah edərəm ona. Və problem həll olunmasa məktəb rəhbərliyinə iştirak ilə və yaxud psixoloqa müraciət edə bilərik. Əsas burada, yəni valideyni sona qədər dinləyib, sonra isə faktlarla, pedaqoji yanaşma ilə vəziyyəti valideynə izah edərik ki, o zaman bu məsələdə biz haqqımızı sübuta yetirə bilərik. Ən sevdiyiniz şagird necə bir şagirddir? Ümumiyyətlə, mənim üçün sevimli şagird anlayışı olmamalıdır. Yəni, konkret müəllim üçün sevimli şagird anlayışı olmamalıdır. Yəni, müəllim şagirdlər arasında ayrı seçkilik yaratmamalıdır və bütün şagirdlərə bərabər münasibətlər göstərməlidir. Burada əsasən hansı şagirdlər məsuliyyətli, öyrənmə həvəsi, əməkdaşlığa açıq, inkişaf etməyə çalışan şagird, bunlar nümunəvi şagird hesab edilə bilər, yəni hesab olunurlar. Amma sevimli şagird anlayışı, sevimli valideyn anlayışı müəllim üçün olmamalıdır. Valideyn sizə cavab vermir, nə edərsiniz? Əvvəlcə müxtəlif əlaqə vasitələrindən istifadə edərəm. Zəng açaram, cavab verməzsə, hətta evinə gedərəm. Söhbət şagirdin inkişafından gedirsə, burada mütləq valideynlə əlaqə qurmaq olacaq. Yox, əgər bu etdiyimiz cəhdlər heç birisi nəticə vermir, burada məqsəd valideyni günahlandırmaq deyil, əsas şagirdin təlim-tərbiyəsi ilə bağlı əməkdaşlıq yaratmaq olmalıdır. O zaman, əgər ki, etdiyimiz cəhdlər effekt verməyəcəksə, məktəb rəhbərliyi, sinif rəhbərliyinə müraciət edərəm, kömək istəyərəm, bir yerdə məsələnin həllinə çalışaram. 5 nömrəli sual deyir ki, uşaq sizə sən desə, nə edərsiniz? Bu sualların əksəriyyəti demək olar ki, hamısı bizim vəsaitimizdə qeyd olunub. Yəni, uşaq sən deyərsə, ona sərt reaksiya vermək düzgün deyil. Hər bir uşağın yaşına uyğun şəkildə izah etmək lazımdır ki, müəllim və yaxud öz-özdən böyük şəxslərə sən yox, siz deyə müraciət formalarından istifadə etsəz, nəzakətli danışıq qaydalarına əməl etmək lazımdır və bu şagirdlə tərbiyəvi və sakit şəkildə söhbəti həll etmək mümkün olar. Yəni, burada şagirdi cəzalandırmaq, ona sərt reaksiya vermək düzgün deyil. Əsas müraciət formalarının şagirdin diqqətinə çatdırmaqdır. Növbəti bir sual, 6 nömrəli sual. Deyir, antiterror əməliyyatının məqsədi nə idi? Bu suallar keçən ildə verilmiş suallar içərisində var. Antiterror əməliyyatı 19-20 sentyabr 2023-cü ildə
Əsas məqsədi, yəni antiterror əməliyyatının əsas məqsədi Azərbaycanın Qarabağ bölgəsində konstitusiya quruluşunu bərpa etmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və dövlətin suverenliyini təmin etməkdir. Əməliyyat nəticəsində Azərbaycan dövlət suverenliyi tam bərpa edildi. Növbəti bir sual. Laçın harda yerləşir? Yəni, təbiidir ki, bu günləri 26 avqustda daha çox Laçından suallar olur. Laçın Azərbaycan cənub-qərbində, Qarabağ bölgəsində yerləşir. Laçın şəhəri Həkəri çay vadisində yerləşir və strateji coğrafi mövqeyə malikdir. Növbəti bir sual. Arxada sakit oturan uşağa necə dərs keçərsiniz? Ümumiyyətlə, sakit olması onun demək deyil ki, o dərsə maraqsızdır, o dərsə həvəssizdir. Əvvəlcə şagirdi müşahidə etmək lazımdır, səbəblərini müəyyənləşdirmək lazımdır. Sonra isə ona uyğun suallar və yaxud cütlərlə işə, qruplarla işə, praktik fəaliyyətə adaptasiya olmasına köməklik göstərərik və şagird dərsdə fəal iştirakını təmin edərik. Türkmənçay müqaviləsinin mahiyyəti nədir? Türkmənçay növbəti bir sualımız. Türkmənçay müqaviləsinin mahiyyəti nədir? Türkmənçay müqaviləsi 1828-ci il 10 fevralda Rusiya ilə Qacar-İran arasında imzalanıb. Müqavilə nəticəsində Azərbaycan şimal hissəsinin böyük hissəsi Rusiyanın tərkibinə keçir. İrəvan və Naxçıvan xanlıqları da Rusiyaya birləşdirilir. Araz çayı iki imperiya arasında sərhəddə çevrilir. Növbəti bir sual, 10 nömrəli sual. Zəif şagirdlə necə işləyərdiniz? Əvvəlcə şagirdin çətinliklərin səbəbini müəyyənləşdirmək lazımdır ki, bu zəiflik hansı hissədədir? Fərdi yanaşmanı tətbiq etmək lazımdır. Əsasən də diferensial yanaşmanı tətbiq etmək lazımdır. Sonra sadədən mürəkkəbə doğru tapşırıqlar verməklə, şagirdin kiçik uğurlarını dəyərləndirmək və motivasiyasını artırmaqla, lazım gələrsə valideynlə əməkdaşlığı gücləndirməklə zəif şagirdi daha da aktivləşdirə bilərik. Növbəti bir sual. Qiymətləndirmə hansı mərhələdə həyata keçirilir? Qiymətləndirmə ümumiyyətlə dərsin sonunda deyil, təlim prosesinin bütün mərhələlərində aparıla bilər. Yəni, məsələn, deyək ki, dərs şagird fəaliyyətdə olduğu müddətdə diaqnostik qiymətləndirmə deyək ki, ilkin mərhələdə olur. Formativ qiymətləndirmə təlim prosesində olur. Summativ qiymətləndirmə isə müəyyən bölmənin sonunda həyata keçirilir. Burada konkret olaraq dərsin sonunda qiymətləndirmə keçiriləcək deyə bir şey yoxdur. Şagird fəaliyyətdə olduqda, təlim prosesində iştirak etdikdə qiymətləndirməsi aparılır. Növbəti bir sual. Deyir, xəstə uşaq var, necə davranarsınız? İlk növbədə uşağın əsas təhlükəsizliyini və sağlamlığını nəzərə almaq lazımdır burada. Əgər məktəbin müəyyən etdiyi qaydalara uyğun olaraq tibbi işçisi varsa ona rəhbərliyə məlumat vermək lazımdır və valideynə xəbərdarlıq göndərmək lazımdır. Əgər ki, məsələ ciddidirsə, o zaman uşağı digər şagirdlərdən təzrid etmək lazımdır ki, bunu əsasən şagirdi digər şagirdlərdən qorunmaqla ola bilər ki, hər hansı bir xəstəlik daşıyıcısıdır və yaxud problemli məqamdır. Burada ilk növbədə əgər ki, məktəbin tibbi heyəti varsa, ona müraciət edərik. Yox, əgər ki, yoxdursa, biz bunu valideynlə, məktəb rəhbərliyi ilə əlaqə yaradaraq şagirdi tam təhlükəsiz və sağlam bir mühitə göndərə bilərik. Növbəti bir sual deyir ki, şagird bullyingə məruz qalıb, nə edərsiniz? Ümumiyyətlə, bullyingin növünü müəyyən etmək lazımdır ki, hansı bullyingdir? Burada şagirdi sona qədər dinləyib, onun təhlükəsizliyini təmin etmək lazımdır. Hadisəni araşdırar, tərəflər və dinlənilər
Məktəb rəhbərliyinə də müraciət etmək lazımdır burada. Psixoloqla da əməkdaşlıq etmək lazımdır. Həm bullying olunan tərəf, həm bullying edən tərəf arasında bu məsələni aydınlaşdırmaq lazımdır ki, həm də şagirdin təhlükəsizliyi, bundan sonraki vəziyyəti əsas məsələ olmalıdır. Həm psixoloji dəstək vermək lazımdır. Burada təkcə müəllimin işi deyil də, bullyingi sona qədər aparıb çatdırmaq təkcə müəllimin işi deyil. Əgər belə bir hal varsa, mütləq məktəb rəhbəri və psixoloqa da müraciət etməliyik. Vacibdir. Deyir, şagirdlər arasında necə yaxşı münasibət qurmaq olar. Yəni, burada əsas məsələ şagirdlər arasında qarşılıqlı hörmət, əməkdaşlıq, tolerantlıq mühiti yaratmaq lazımdır ki, o zaman yaxşı münasibət qurulacaq. Dərslərimizi daha çox qrup və cütlərlə təşkil etsək, şagirdlərin fikirlərinə hörmətlə yanaşsaq, onları sona qədər dinləsək, demokratik bir üslub yaratsaq, ayrı seçkili yol verilməzsə, o zaman yaxşı münasibət qurulmuş olacaq. Növbəti sual 15 nömrəli sualdır. Deyir ki, şagirdi şəxsiyyət kimi necə yetişdirmək olar? Yəni, müəllimin işi təkcə bilik verməklə kifayətlənməməlidir. Yəni, şagird müstəqil düşünmə bacarığı formalaşdırmaq lazımdır. Qərar vermək, məsuliyyət, əməkdaşlıq, ünsiyyət, yəni bir növ idraki bacarıqları, eyni zamanda biz bu şagirdi şəxsiyyət kimi formalaşmasında ən əsas Azərbaycanın milli bəşəri dəyərlərini də üstün tutmalıyıq. Bundan yanaşı ünsiyyət, psixomotor fəaliyyətində həyati bacarıqlar əsasında inkişaf etdirməliyik. Bu zaman şagird şəxsiyyət kimi formalaşacaq. Əsas müstəqil düşünmə, qərar qəbul etmə, məsuliyyət, əməkdaşlıq, ünsiyyət, özünü ifadə etmək bacarığını formalaşdırsaq, şagird tam olaraq şəxsiyyət kimi formalaşmış olacaq. Suallarımız bu qədər. Növbəti suallarda görüşənə qədər sağ olun, salamat qalın.